İstəyirsənsə aqibətun xeyr olsun, ən gözəl yollarından biri ata-anaya xidmətdir. İstəyirsən problemlərin həyatda az olsun, ən gözəl yollarından biri ata-anaya xidmətdir. İstəyirsiniz həyatınıza bərəkət gəlsin, ruzu gəlsin, ata-anaya xidmət edin. Onun elə bərəkətləri var, mən sizə deyim. Necə ki, bir dənə mən hədis demişdimsə ki, bəzi günahlar var, heç ilə yuyulmur. İmam Hüseynə göz yaşı dökəndə təmizlənir. Ona da mis deyilir. Görürsən ki, nəsə lap dərindən təmizləyir adamı. Məclisdən çıxanda hiss deyilirsən. Eləcə də deyir, elə bərəkətlər var ki, özü öldür ibadətlə əldə eləməyəcəksən. Valideynə xidmət. Xidmət üçün fürsət axtarasan, belə yox. Xidmət üçün fürsət. Ürəkdən sevinə bir dəfə sənə dua eləyə, onun bərəkətini bir heç nə verməyəcək, heç nə. Dinsiz dua eləmir, tutaq ki, Allah eləməsin. Allah'a deyin ki, yenə də şaddır, o şadlıq halı var valideynin ürəyində. Onun bərəkəti həyatına gələcək. Bir dənə səmimi duasını qazan. Görün həyatınız necə dəyişir. Ümumiyyətlə, mən sizə bir söz deyim. Problemə çox düşəndə birinci gedin fikrinizi, deyir, axı səbəb axtarırıq. Birinci olaraq aparın valideyni ki, nəsə orada, nəysə, bəlkə düz eləməmişəm. Problemi fakta düşünəndə birinci o mövzudan başlayın.